Salam əzizlər, əziz izləyicilər. 12 mart 2025-ci il. Gəlmişik Ağdam rayonunun Uzundərə Şəhidlər Xiyabanıdır. Bura Ağdam rayonunun Uzundərə Şəhidlər Xiyabanıdır. Bax, gəlmişik, bunlar hamısı şəhid ailələrdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bax, biz gəlmişik burada, bax 3 dənə maşındır. Maşınlar. Bax, burada indi böyündə arxası da gəlir. Gəlmişik şəhidlərimizi ziyarət eləməyə. Bax, bu yaşlı şəhid ailəsidir. Şəhid ailəsidir. Bax, bu yaşlı xanımı qardaş, keç görmünətər keçirsən. Hə, neçə dəm, bax, demişəm ki, bu dəmirdən bir dənə kəssinlər, buradan bir maşın saxlamağa, bax, maşın saxlamağa bir, bax, yaşlı xanımdır, bax, yaşlı xanımdır. Ha. Bizim o Qorxur da. qardaş, xahiş eləyirik. Belə ailələri, bu Keçin mutlar, kömək elə. ürəyi istəyir bugün bu gəlib bura. Bu günləri bizim Ağdərə rayonunun Sıxavət kəndinin baş güney, orta güney, Manikli, Bax, burada bəzi rayonlarımız, kəndlərimiz Bax, var. buna. Bugün onun çıxdığı gündür. Biz gəlib bu şəhidlərimizi yad eləməliyik. Ona görə də Allah bütün şəhidlərimizə rəhmət eləsin. Belə qoca nənələri, belə ürəyi durmayan analardır. Bizə məcbur eləyir ki, apar, amma buradan keçmək üçün çətinlik çəkirik. Belə anaları gətirib buradan xiyabana, bu şəhidlərimizlə yad eləyib görüşmək üçün, yəni lazımdır da bugünkü günlərdə. Bəli, bax, bu maşın. Bura getməliyik, şəhidlərimizi yad eləməliyik. Allah bütün şəhidlərə rəhmət eləsin. Amin, amin. Bütün o nə qədər Azərbaycanda əli silah tutub, erməni üstünə gedən Sizin yol oğlanlarımız, nə- yiğitlərimiz, qəhrəmanlarımız varsa, Şəhid nəyinizdir? şəhid mənim atamdır. Adı nədir, deyərdiniz? Əliyev İnqilab Əyyuboğlu. Allah rəhmət Qaynım Natiq Əliyev. Yəni o milli qəhrəman adına layiq bir oğlanıdır. Bugün onun adını Sırxavətdən siz. 94-cü ildə gizlədilən qəhrəman adını gizlədiblər. Ona milli qəhrəman adı verməyiblər. Bizi Əziz izləyicilər, bax bura maşınları deməli saxlamışıq burada. Yəni burada Bakı, Xankəndi, Laçın magistral yoldur. Bax buradan gəlir, gedir bax belə. Bax, şəhid ailələrdir. Bax buradan keçə bilmirlər. Artıq dərəcədə xahiş eləyirəm. Mən dəfələrlə burada çəkiliş eləmişəm. Artıq dərəcədə xahiş eləyirəm. Cənab Prezident, bax bu bizim səsimizi xahiş eləyirəm, eşidəsiniz. Yəni bilirəm, sizə indi çatdımırlar, demirlər. Yəni sizin xüsusi nümayəndəniz var, Emin Hüseynov. Bax, bu cəmaət gəlir, bax, şəhidlər xiyabanını gəlib ziyarət eləyirik. Çox çətinlik çəkirik bunu keçməkdən. Bax, maşınlar da indi arxası da gəlir də maşınların, gəlib dayanacaqlar. Bax, burada saxlamağa da yer yoxdur. Hər an gəlib burada qəza törədə bilərlər. Bax, bura boş sahədir. Bax, burada maşınları saxlamağa, burada yerdə düzəldə bilərlər. Burada da keçiddə qoyarlar, cəmaət da arxayın keçər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bax. Ağdamın Uzundərə Şəhidlər Xiyabanıdır. Bax, bunu da təcəl üçün gətirib bura gül qoyublar. Buranı düzəldiblər. Kim də bunu düzəldibsə Allah canını sağ eləsin. Məşallah, bax. Yavaş-yavaş abadlaşdırırlar. Bax, bu nənə yaşlı adam. Neçə yaşı var anəmizin? 85. 85 yaşında adam, heç mənim 50 yaşım var, olan keçə bilmirəm. Allah rəhmət eləsin şəhidlərimizə. Allah rəhmət eləsin.